Və təsəvvür edin ki, qarşımda əyləşən hörmətli idmançılarımız, sən demə kiminsə yerində əyləşiblər. Bir onda gördük ki, tədbirdən hardasa bir yarım saat 40 dəqiqə keçmişdi. Gördük ki, 14-15 yaşında yeni yetmələr idi. Gəldilər, əllərində bilet ki, üzr istəyirik, bura bizim yerimizdir, biz yerimizdə əyləşmək istəyirik. O idmançılardan biri çox kobud şəkildə belə əlini qaldırdı yuxarı ki, əşi, gedin yuxarıda, harda istəyirsiniz, əyləşin də bir yerdə, nə qədər boş yer var. Onlar dedi, yox da bura bizim yerimizdir. Yenə də haransa göstərdi və baxdı, gördü ki, sol tərəfdə, sol sektorda boş yer var. Dedi ki, bax, 3 nəfərlik yer var, ged əyləş orada. Nəysə, uşaqlar getdilər, əyləşdilər orada. Biraz, bir 10-15 dəqiqə keçəndən sonra o yerin də sahibləri gəldi. Uşaqlar ayağa durdu və çıxdılar, getdilər. Bir müddət keçəndən sonra isə artıq həmin o uşaqlar təhlükəsizlik əməkdaşları ilə birlikdə gəlib o idmançılarımıza yaxınlaşdılar ki, tanıyırıq, biz sizə hörmət edirik, amma bu uşaqların valideynləri zəng eləyib ki, bizim uşaqlarımız öz yerlərində oturmalıdır. Və təsəvvür edin ki, həmin o idmançılar o uşaqlara o nifrətli şəkildə baxa-baxa durdular, yerlərini tərk elədilər və həmin 14-15 yaşında olan uşaqlar əyləşdilər, rahat tamaşa etdilər. Sözüm canı ondadır ki, hörmətli tanınmışlar, idmançılar, publik şəxslər, tanınırsınız, hörmət eləyirik, bayrağımızı qaldırırsınız, sizinlə fəxr edirik. Amma inandırım sizi istər tıxaclı yollarda, sıra mədəniyyəti pozularsa, istər hansısa marketdə, hava limanında, nə bilim, növbəli olan yerdə o sıra mədəniyyəti pozularsa, bu tip böyük tədbirlərdə öz yerinizdə deyil, başqasının yerində əyləşib də get başqa yerdə əyləş deməklə o qazandığınız hörmət, həmin o izzət bir saniyə içində yox olur. Bütün tanınmışlarla demək istəyirəm ki, əziz dostlar, kənardan bax, belə gülünc görünürsünüz. Nəzərə alın.